Hər kəsə salamlar. Havayı yerə deməyiblər ki, insan hara gedirsə özünü aparır və özünə məxsusu çəkir. Bunu bir misalla izah edim. Facebookda bir gənc var idi. Özünü müxalif, müstəqil fikirli biri kimi göstərirdi. Bir ara Almaniyaya gedəndə o müxtəlif paylaşımlar etməyə başladı və o paylaşımlar 5-6 paylaşım etdi və dalbadal həmin paylaşımlarda ancaq almanların göt yumamasından və hansısa Almanda gördüyü pintilikdən danışdı və mən də yazdım ki, axı sən Almaniyaya gedib sırf Almanların götünə mi baxırsan? O da məni dostluqdan çıxartdı. Zaten mən belə insanları özüm dostluqdan çıxarıram. O məni artıq zəhmətdən xilas etdi. Belə çıxır ki, yəni Azərbaycanda özünüz görürsünüz, qadınlar götlərini yekəldir və bunu bir çoxları qınaq obyektinə çevirir. Amma qadınlar neynəsin? Tələb nədirsə, təklif də odur. Gördüyümüz kimi müstəqil fikirli bir gənc də gedib Almaniyada Almanların götünə baxır. Və yaxud da başqa bir insanı göstərim. Yəni Almaniyada gəzməyə gedibdi. Orada hansısa narazılığı elə bir böyük formada gətirib göstərir ki, elə bilərsən o insan orada bir kafedə hansısa narahatlıq olubsa, o bütün Almaniyaya şamil edilir və insanlar getdiyi yerdən də yəni görmürlər. Dəyərləri, daxilləri necədirsə, əgər insan əxlaqsızdırsa, o da yəni əxlaqsız yerləri çəkəcək və o cür şeyləri görəcəkdir. Amma mən getdiyim yerdə insanların fərqi yoxdur. Azərbaycanda olsun, digər yerlərdə insanların oradakı dəyərlərə, oradakı qanunlara, oradakı gözəl şeylərə baxıram və Almanların digər Avropada danışırlar da, göt yumamasından danışan Azərbaycanlılara sadəcə onu demək istəyirəm ki, Azərbaycanda nəinki göt yumurlar, heç əl də yumurlar, heç həftələrlə çinmirlər. Bunu metroda, avtobusa gedəndə də hiss edirsiniz. Azərbaycanda çoxluq o qədər pintidir. Amma Almanlar göt yumasa da əllərini yuyurlar, gündə çoxluq çimir. Yəni ki, əsas məsələ göt yumaq deyil, əsas məsələ əllərini yumaqdır ki, gətirib o əllərlə sizin qabağınıza nəyisə qoyur, kafelər, digər yerlərdə. Bir də mənə maraqlı gələn başqa şey də var. Uzun dırnaqlarla necə insan öz poposunu yuya bilər? Bu da çox maraqlıdır. Və o gəncə məsləhət görürəm belə şeylərdən yazanlara bir bunu araşdırsınlar. Mənsə getdiyim yerlərdə gözəl şeylərə baxıram, həzz almağa çalışıram və nə də olur olsun Avropa, qoca Avropa mədəniyyəti, kültürü həmişə olduğu kimi qalacaqdır. Və bir çox gözəl şeylər gördüm. Yəni həm Almaniyada, həm də 2 günlük olduğum Çexiyada, Praqada deyək. Və orada bir meydanda bir kişini gördüm, 2 iti ilə bir yerdə. İtlər o qədər şahanə idi ki, adamın özü də xarizmatik. Adamı biraz belə gizli çəkdim, amma qızım icazə istəyib itləri çəkdi. Bu orada görəcəksiniz ki, balaca itlər, küçüklər bu böyük itlərə necə hürür. Amma bu böyük itlər öz güclərini anlayırlar və onlara heç bir reaksiya vermirlər. Yaşlı adamı da görürsünüz necə xarizmatikdir, deyir. O məştibat demişkən 100 cavana dəyir. Balaca itlərin hürməsi qorxularını göstərir. Güc sakitlikdə olur. Güc hürməkdə, onun bunun üstünə getməkdə deyil. Yaxud da Pinti Azərbaycanlının özü, yəni o itlər, yəni balaca itlər səliqəlidir, gözəldir. Amma heç bir səliqəsi, heç bir xarizması olmayan, ömründə bir gözəl bir şey eləməyən insanların gedib Avropada nələrsə qurcalayıb axtarması həqiqətən də o itlərdən, o balaca küçüklərdən daha gülməli və gülünc görünür. Gözəl şeylərə baxın, gözəl sözlər deyin və xırda da olsa gözəl nələrsə eləyin ki, həm gözəlləşənsiniz, həm də qocalmayasınız. Yoxsa 30 yaşdan keçir, bizim gənclərə baxmaq olmur.